Elə bilməsin də, yəni bomba maşını rəngi. Öyle ya, mən bunu belə verəcəm, elə verəcəm. Nə vermirsən? Ya elə bir 2 dənə rəngi bir maşın. Bir aya nə oldu? Hamıya salam dostlar. Bildiyiniz kimi gedirik uje maşını Malyarkadan götürməyə. Sən necə istəyirsən görməmsən də mən belə maşını. Mən heç nə görməmişəm. Xəbərim yoxdur maşın nə vəziyyətdədir. Mən səndən fərqli olaraq dəyişikliklərə gedib baxırdım. 07 olanda görmüşəm. Malyarkada böyrü başı, yamaq olanda görmüşəm. Ondan sonra şpakulovka astarında görmüşəm. Hətta belə kraska vurulubdu, lakı vurulmayanda görmüşəm. Mənim üçün çox da dəyişiklik yox olmayacaq, amma mənə elə gəlir ki, mən də görəndə şok olacağam. Deməli uşaqlar, həmin o an ürək döyüntüsü. Bu nədə? Bizim gözəl əmimiz salam. Necəsən? Yenə də əmi bizi çıxartdı bu çətin vəziyyətdən. Biraz gecikdi, 10 gün demişdi. Əmi nə qədər keçdi? 15. 15 gün yox əmi, düzgün danışaq. İzləyicilərimizə düzgün danışaq. Malyar 15-nə demişdi, Aha. gəldi ayın 5-nə düşdü. 25 gün, düzdür. Düzdür əmi. Əmin yaddaşı maşallah mənimkindən yaxşıdır, amma bir dənə rezultata baxın. Bir də əmiyə xahiş edirik ki, kokpiti biraz qabağa çəksinlər. Mən inansız necə yəni basırdım o qaz tormuzu, yəni ayağımın ucunda basırdım. Boyumuz 1.75, 1.75 adam üçün bu biraz hündürdədir. Pərvizin maşını olub da. Yəni 1.80, 1.90-lar sürübdür bu maşını. Ona görə Pərviz 1.80 deyil də, yəni. Mənim ayağım çatmır, yəni. Mənə udobnu deyil. Mən race klubda belə sürəndə mən rulu yaxın tuturam. Əl izgibi belə olmalıdır. Kalenkalarda belə izgiblə sürməliyəm. Yəni mən belə düz tutub sürə bilmirəm də, düzlə mənlik deyil. İndi əmimiz biraz bir dənə bunun bir hissəsini dişləsin. Bir dənə zamokumuz qalıbdı. Zamoku dişləsin, olacaq Zavod 07. Bagaja da nə istəsəz yığın, yəni nömrələrə əsas bağlamaq lazımdır indi. Getdi əxi, mən nömrələri hara qoyum? Mən gətirmişəm burdadır. Ox. Yenə bax burdan. Şurupun birini görürəm, birini görmürəm. Bunda da 2 dənə şurupu var, biri yoxdur. 2 dənəsi var. Burası sən bir dənə şurupunu taparsan, dalqabağın fərqi yoxdur mən bilirəm. A few moments later. Mikrofonum buradadır ha, Burak. Bilmirəm sən qoymusan. Hələ bunun fenderlər zadı durandan sonra bax ki, ideal bir şey olacaq. Hələ ki, işlarım falan qoşula bilmir də. Bu elə bir şey üstündə bir dənə belə şey getməlidir, yox. Ha, Burak, olmalıdır. Şey olmaz. Bu da nikel olmalıdır, bu nikel. Burada Bu olmalıdır. nikel hardadır da? Hə, o qoymuyor belə. Ha, bu da nikel budur, ha. Bax, mən o kapotla bir deyirəm, axı orada nəsə nito görsən. Bu sırası var burada. No 7 kimi 5-də açmışsa, 50 çox hündürən kimi. Bu kapotu qaldıran. Kapot ağır olduğuna görə bir tərəfini qaldıranda dəmir ilişir. Bunu qoymuşam da kapotun içine gelmez. Oyda, əmi maşallah icad eləyib də əmi. Buradakı bir dənə icada baxın. Siz o barədə heç nə deməmişik. Əmi Bizim özü- 5 motorumuz. öz ideyası olub bu. Elvin, hardasan Elvin? Sən bu nə düşünürsən? Nikellər, bunlar barəsində. Mən qaraltmalı tərəfindəyəm, sən yox. Sən desən Radnov qalsın. Biraz da zavoda daha yaxın olaq da. Ya birinci onsuz bir 5-6 kruqunda belə zavodla gedəcək. Növbəti etapda mən bunu öz stilimdə eləyəcəm. Diski mən ümumiyyətlə Black Edition xəstəsiyəm. Salam aleykum. Nə var, nə yox? Aycan, nə var, nə yox? Necəsən? Sağ ol, yaxşı olasın. Driftkar üçün əladır, vallahi. İsmi belə rənglənmiş driftkar yoxdur Azərbaycanda. Əladır, yəni ki, driftkar üçün əladır. Mənim gündəlik 07 belə rəngi versəydi, Allahın dostu pulmonun alarında gelir. 100%. Elə bilməsin də, yəni bomba maşın rəngi. Bir aya nə oldu bu? Öyle ya, mən bunu belə verəcəm, elə verəcəm. Nə vermirsən? Ya elə bir 2 dənə rəngli bir maşın. Ya mən bəyənirəm. Dosta bir aylıq iş deyil də bu. Yəni 10 günə bunu versəydi, biz deyərdik ki, əla. Ay sağ ol. Sağ ol. Как ты говорил, брат? Driftkara nə etmək lazım idi? Bax belə uzaqdan deyir, baxırsan deyir. Baba buradan baxmaq lazım. Burada görsənir o şaqırın, görsən çox uzağa. Çox getmə, çox getmə. Buna lap uzaqdan baxmaq lazımdır. Amma belə nə buradan deyəm bax. Oy belə, buradan həqiqət. Kod deyək bir dənə, brat. Bəli. O yenə şey yoxdur ki. Gözlə. Bu oğlan bir dəfə başına gələ bilər ha bu.
Deyirəm o necə fısıldayır. Hoppa! Təmiz. Amma belə bomba. Bu nümunə o Fenderlər oturacaq var, Fender, Spoiler, Leap, Space-lər çıxandan sonra bu sən necə görsənəcək maşın, qutu. İrəyli ol! Əmi ilə sağollaşırıq. Əmi, var olasınız. Allah sizdən razı olsun. Əmi təhvil verdi maşına. Dayıcan, Allah canını sağ eləsin. Allah sənə can sağlığı versin. Uzun ömür, xoşbəxt həyat. Nə niyyətlə yığmısınız, Allah niyyətinizi yerinə yetirsin. Çox sağ olun əmi, var olasınız. Əslində bizdən də narazı qalmadınız kənizə. Yox, yox. Biz sizdən narazı qalmamışıq. Bu maşın sizin sayənizdə yığılıb. Malyardan amma narazı qalır. Bəli, bəli. Malyardan narazı qaldıq, özü də moş. Hələ əmi burada olmasaydı bu maşın bu günlərin belə deyil idi ha. Maşın hələ də kraskalanmamışdı, pis vəziyyətdədir. Sağ olsun. Allah əmin canını sağ eləsin. İşte getdik maşın bazarı. Getdik. Hə, yox, elə özüdür bura. Ha, biraz sağa çəkəcək ki, cır düşməsin. İşte ideal. Qabaq 80-dır. Çok falan böyle. Sen bir maşın verin. Mas şey yok idi, bilans yok idi. Habilitovka lazımdır. Qazım nə var, nə yox? Verirsən. Yaxşı olsun. 07 var da sən zapsaz. Qabaq qara habilitovka, damın kantları, bir də yan qamışlar. Axırıncı şey 07-yə burada zapsaz bir sənə vaxt almışam özün üçün. 20 il bundan qabaq. Birinci zavod qoyaq, sonra o sahib işlər başqa habilitovkalarda var. Ha, o elə. Ha, Oo, все. Zavod. vaxt var idi, bunlar bir kəsiydim, çukurluqalıydım, rəngiydim. Sovetin dövründə, mənim dövrümdə. Bu təsəl. Olmazsa olmazsa kakısları da bir. Ay, sağ ol. Bizimkiler astı biraz. Keşke hə bırak onlardan da olsun. Biraz da burada qalsın, bağlı gələcəm. Zamanlığım getdi mən. Qardaşlar, bax buradan bu çıxandan sonra bir də mağazin çəkərsiniz. Buradan 07-yə nə lazım oldu qardaşım buradan. Yəni bir şey ki, driftkarı gəlib burada yığmış. Ucuz qiymətə qardaş da endirimlə hesabladı. Biz üçün təşəkkür. Çox sağ olun. Go, go, go. Yeah.